Siz müəllimlərinizdən, onların biliklərindən faydalanmalısınız. Həm də öz gələcək həyatınızı qurmaq üçün müəllimlərinizdən nümunə götürməlisiniz. Valideynlərinizdən, qohum-əqrabanızdan, ağsaqqallardan nümunə götürməlisiniz. Onların yaxşı məsləhətlərinə qulaq asmalısınız. Böyüklərə hörmət eləməlisiniz. Böyüklərin sözlərinə riayət etməlisiniz. Azərbaycanda gözəl bir milli ənənə var. Böyüyə hörmət, ağsaqqala hörmət, atıya hörmət, anaya hörmət. Bu bizim xalqımızın çox gözəl xüsusiyyətlərindən biridir. Bəzən xarici ölkələrdən Azərbaycana gələnlər gənclərimizin özündən yaşlı adama nə qədər hörmət etdiyini görənlər heyran olurlar. Bəzən də təəccüblənirlər. Doğrudan da bu gözəl adətdir, gözəl ənənədir. Xalqımızın yüksək mənəviyyətini nümayiş etdirən bir xüsusiyyətdir. Arzu edərdim ki, siz xalqımızın bu adət ənənəsini qavrayasınız, özünüzdə əks etdirəsiniz, bu adət ənənəyə riayət edəsiniz. Bu sizin üçün bütün gələcək həyatınızda həmişə kompas kimi düz yol göstərəcəkdir. Sizi hər bir xatadan, baladan, hər bir mənfi yoldan çəkindirəcəkdir.